Vətəndaş mövqeyimlə Rayət İmaməliyev. Xahiş edirəm kanalımıza abunə olun, bəyənin və paylaşın. İsrail erməni soyqırımını tanıdı. Mənə də sosial şəbəkələrdə yazırlar ki, hər mövzuda çıxış edirsən, niyə bu barədə danışmırsan? Əvvəla mən siyasətçi deyiləm, siyasətçi kimi yox, öz vətəndaş mövqeyimdən çıxış edirəm. Əslində başa düşürəm, adamların bir çoxunu bu məsələdə mənim fikrim maraqlandırmır. Sadəcə olaraq bilmək istəyirlər ki, görsünlər İsrailin adamıyam yoxsa yox. Son zamanlar cəmiyyətimizdə bir təfəkkür pozukluğu yaşanır. Sən deyənlər ki, İsrail Qarabağ döyüşlərində Azərbaycan yanında oldu, aha. Deməli, Siyonist rejimin tərəfdarısan, adına bir ləkə yapışdıracaqlar. Sən deyəndə ki, Fələstin müsəlman ölkəsi ola Qarabağda tarixin o zamanki zibilliyinə gömülmüş qondarma Artçaxı tanıyıb, Fələstində Artçax adlı küçə var, İsrailin Siyonist rejimçisi olursan. Sən desən ki, müharibənin İranın udmasını istəyirəm, çünki orada bizim Cənubi Azərbaycanlı qardaşlarımız da ölüm təhlükəsi ilə üzləşə bilər. Olacaqsan İranın Fars Molla rejim tərəfdarı. Sən desən ki, İranın vurulmasını istəmirəm, qonşumuzdur, regionda müharibə olmasın, İranın Aftafa adını yapışdıracaqlar düz alnının ortasına. Ona görə ki, cəmiyyətimizdə bir sıra insanlar həqiqəti yox, duymaq və eşitmək istədiklərini dinləmək istəyirlər. Mən Azərbaycanı parçalayan və cənubumuzda özünə torpaq payı seçən nə İranı, nə də 73 min Qəzzada insan qətl edən İsraili sevmirəm və tanımıram. Mənim üçün Xocalı soyqırımını tam dövlət kimi tanıyan Pakistan, Türkiyə və Sudan bu irticacılardan qat-qat yaxşıdır. Mən Azərbaycanın yanında həmişə Türkiyəni görmüşəm. Çətin anımızda da, sevincli günlərimizdə də eyni millət və qardaş dövlət olaraq Türkiyədən başqa dövlət yaxın tanımıram. Türkiyə mənim ikinci vətənimdir. Beləliklə İsrailin Türkiyəyə qarşı bu addımını pisləyirəm. Bilirəm indi biri mütləq yazacaq ki, o vaxt nə bilim Türkiyə bizə vertolyot vermədi. O vaxtın şərtləri də başqa idi. NATO ölkəsinin NATO izni olmadan hərbi yardımı da siyasətçilər bilir nələr olurdu. Eyni zamanda da Süleyman Dəmirəlin Elçibəyə uzaq olması Türkün adına yazıla bilməz. Hə, biri də yazacaq ki, Zəngilanda İran yol açdı, cəmaatımız çıxdı. İrandakı Azərbaycan türklərinin sərhədə yığılıb qəti etirazı nəticəsində bu məsələ oldu. Yoxsa İranın sevgisindən olmadı. Əks təqdirdə əhalisinin yarısı Azərbaycan türkü olan İranın Ermənistana yardımı və dəstəyi buna misaldır. Qısacası, hər bir dövlət öz maraqlarından çıxış edir. Nə İsrailə, nə İrana, Azərbaycan və Ermənistan vallahi heç maraqlı deyil. Onların öz dövlət maraqları olur. Tutalım, İran Azərbaycanın tərəfində dursaydı, inandırım sizi, İsrail də İrana düşmən olduğu üçün Ermənistanın tərəfini tutardı. Rusiya Azərbaycanın yanında olsaydı, ona düşmən olan Amerikada Ermənistanın dəstəkləyərdi. İndi gəlin soyqırım məsələsinə. İsrail durub niyə indi erməni qondarma soyqırımını tanıdı? Ermənilərə məhəbbətindənmi? Yox. Türkiyənin Qəzza ilə bağlı İsrailə qarşı sərt mövqeyinə görə, dediyim kimi, dövlət marağı. Yenə soyqırım məsələsini tanınmasına qayıdaq İsrailin. Son günlər İsrailin erməni soyqırımını tanıması ilə bağlı yayılan məlumatlar Türkiyədə də və türk dünyasında da ciddi narahatçılıqlar doğurur. Türkiyənin mövqeyi aydındır. 1915-ci il hadisələri tarixçilər tərəfindən araşdırılmalı olan mürəkkəb müharibə dövrü hadisələridir. Yəni Osmanlı dövrünə əhatə edir. O vaxt Türkiyə adlı bir müstəqil dövlət yox idi. Və onların parlamentlərinin siyasi qərarları ilə dırnaqarası soyqırım kimi qiymətləndirilməsi düzgün yanaşma hesab olunmur.
Türkiyə illərdir ki bildirir ki, Birinci Dünya Müharibəsi zamanı həm müsəlmanlar, həm ermənilər böyük faciələr yaşayıblar. Bu səbəbdən də hadisələrin hüquqi və tarixi qiymətləndirilməsi siyasi qərarlarla deyil, müstəqil tarixçilərin araşdırılması əsasında aparılmalıdır. Türkiyə deyir ki, ay tarixçilər, gəlin bu məsələni araşdırın. Əgər İsrailin belə bir addımı bu qərarın tarixi faktlardan daha çox siyasi amillərlə bağlı olduğu barədə Türkiyədə də, dünyada da geniş fikir mövcudluğu var. Tarixin gündəlik siyasi münasibətlərə alət edilməsi xalqlar arasında olan etimadı gücləndirmir. Əksinə, yeni gərginliklər yaradır. Türkiyə, dediyim kimi, dəfələrlə ortaq tarixi komissiyasının yaradılmasını və bütün arxivlərin araşdırılmasına açıq olduğu təklifini verib. Bu yanaşma tarixi məsələlərin siyasi bəyanatlardan deyil, elmi araşdırmalardan çıxış edərək qiymətləndirilməsinin vacibliyini Türkiyə dəfələrlə vurğulayıb. Sonda qeyd etmək istəyirəm ki, Türkiyə ilə İsrail arasında münasibətlər müxtəlif dövrlərdə enişli, yoxuşlu olsa da, tarixi hadisələrin bugünkü siyasi münasibətlərə təsir vasitəsinə çevrilməsi regionlarda sabitliyə xidmət etmir. Tarix tarixçilərin, siyasət isə dövlətlərin məsuliyyət sahəsi olmalıdır. Qadınların pensiya yaşı 65-ə qaldırıldı. Bu yaş həddinə görə keçmiş Sovet, postsovet məkanlarında Azərbaycan liderdir. Məsələn, Özbəkistanda 55 yaşdır, qonşularımız Ermənistanda 63, Gürcüstanda 60, Rusiyada 59, Türkiyədə isə 58 yaşdır qadınların pensiya yaşı. Qısa konkret, açıq-aşkar deyin ki, vallah biz sizə pensiya vermək istəmirik. Onsuz da bu gedişlə 65 yaşa çatmaq da böyük şeydir də. Ərzaq qiymətləri od tutub yanır, gündə bir cərimə artımı, gündə bir cərimə tətbiqi, bütün günü yollarda tıxac, əsəb, sarsıntı, sosial ədalətsizlik, stres, iztirab bir insanın, bir qadının 60-dan yuxarı yaşamasına imkan vermir. Qidamız qida deyil. Yaşayışımız normal deyil. Ölənlərimiz ya xərçəngdən ya da infarktdan ölür. Bütün bunlar da stresin, əsəbin göstəricisidir. Valla 65-dən sonra pensiya verməkdənsə verməyin. Bir də ki, o pensiya pulunu cibinizdən vermirsiniz. Mənim dövlətə vergim sosial müdafiə, mənfəət vergisi puludur. Mənim özümə qaytarıb verirsiniz. Mənim öz pulumu özümə qaytarırsınız da. Mənim 40-45 il dövlətə ödədiyim pensiya kapitalını verəndə də ömrümün axırını 2 il, 1 il qalmış verməyinizin nə mənası var ki? Bəlkə də mən heç 60 yaşa çatmayacağam. Onda nə olacaq mənim pensiya kapitalım? Batacaqmı, eləmi? Bu qanun dəyişikliyini qəbul edən orqan Milli Məclisdir. Bu qanun dəyişikliyinə, yəni yaş həddinin 65-ə çatdırılmasına səs verənlər də 5 ildən bir divara kağızlar yapışdıranlar, 5 ildən bir qalstuklarını ütülüyüb, qapımızı döyüb, boynu bükük səs istəyənlərdir. O səs istəyənlər ki, seçicilərlə görüşdə pensiya yaşının aşağı salınmasına, uşaq pulunun bərpasına, sosial vəziyyətin yaxşılaşdırılmasına söz verən əlləri ağappaq manikürlərimizdir. Amma ora gedən kimi, məclisə daxil olan kimi əksinə, nəinki aşağı salmaq, əksinə dediyim kimi pensiya yaşının artırılmasına səs verənlərdir. Yəni, dovşana qaç, tazıya tut məsələsi kimi. Nəysə, 3 ildən sonra yenə qapılarımızı ya özünüz, ya nümayəndələriniz boynu bükük vəziyyətdə döyəcəksiniz ha. Bax, onda baxarsınız sizlərə nələr deyiləcək. Qadınların pensiya yaşının 65-ə qaldırılması doğrudanmı ədalətli qərardır?
Bu gün cəmiyyətimizdə ən çox müzakirə olan məsələlərdən biri, bəlkə də birincisidir bu. Əmək pensiyasının 65-ə qaldırılması, yaşın. Bu qərar qanunla qəbul edilir və dövlət tərəfindən pensiya sisteminin maliyyə dayanıqlılığı ilə əsaslanır. Ancaq bir sual ortaya çıxır. Bu qərar sosial ədalət baxımından nə qədər doğrudur? Azərbaycan qadını səhər işə gedir, axşam evə gəlir və ikinci iş növbəsi onun evində başlayır. Yemək hazırlamaq, ev işləri görmək, uşaqlara və ya nəvələrə baxır. Çox vaxt yaşlı valideynlərin qayğısını çəkir. Bəs bu zəhmətin dəyəri harda nəzərə alınır? Bir sual verim. 60 yaşlı keçmiş neçə qadın tanıyırsınız ki, yeni iş yeri tapıb? İşə götürənlərin əksəriyyəti gənc kadr axtarır. Qısa ətəkli 20-25 yaşa qədər sözə baxan, işvə nazlı axtarır. Əgər 61-62 yaşlı qadın işini itirirsə, nə pensiya ala bilir, nə də asanlıqla yenidən bir iş tapa bilir. Bu vəziyyətdə o necə dolanmalıdır? Gəlin Milli Məclis və dövlət qurumlarının hamısını 65 yaşdan sonra pensiya çıxaraq qərar verin. Razısınızmı? Digər tərəfdən də bütün qadınların işi eyni deyil axı. Kənd təsərrüfatında çalışanı var, fabrikdə işləyəni, xəstəxanalarda gecə növbəsi tutan qadınla ofisdə çalışan nərmə-nazik qadının fiziki yükü eynidirmi? Bəs onda niyə hamısı üçün eyni pensiya yaşı? 65 yaş. Əlbəttə, dövlət pensiya fondunun dayanıqlı olmasını düşünməlidir maliyyə baxımından. Amma sosial siyasətin əsas məqsədi yalnız büdcəni qorumaq deyil, insanı qorumaq olmalıdır. Dövlətin mənbəyi, hakimiyyətin mənbəyi xalqdır. İqtisadi hesablamalar sosial ədalətlə uzlaşmalıdır. Bugün bir çox inkişaf etmiş ölkələrdə pensiya yaşı əgər artırılırsa, ağır peşələr üçün istisnalar tətbiq olunur. Yaşlı insanların gələcəkdə işlə təmin olunması üçün xüsusi proqramlar da həyata keçirilir və sosial müdafiə gücləndirilir. Bəs bizdə belə yanaşmalar cəmiyyətin narahatçılıqlarını azaltmağa kömək edir. Pensiya yaşı ilə bağlı qərarlar qəbul edərkən, insanların orta ömür uzunluğu və sağlamlıq vəziyyəti, əmək bazarının imkanları və qadınların ailədə daşıdığı əlavə məsuliyyət yükləri də nəzərə alınmalıdır. Bu mövzu təkcə iqtisadi məsələ deyil. Bu sosial ədalətdir. Bu insan ləyaqəti və gələcək nəsillərə verilən mesaj məsələsidir. Bəlkə də bugün verilməli olan ən vacib sual budur. İnsanlar pensiya qədər işləmək üçün yaşamalıdır, yoxsa illərlə işlədikdən sonra sağlam və ləyaqətli pensiya həyatı yaşamaq üçünmü yaşamalıdır? Mən hesab edirəm ki, dövlət və cəmiyyət bu məsələni yenidən geniş müzakirə etməlidir. Qadınların əmək şəraiti, orta ömür uzunluğu və sosial yükü nəzərə alınmaqla daha balanslı qərarlar qəbul edilməlidir. Pensiya sistemi həm maliyyə baxımından dayanıqlı, həm də vətəndaş üçün ədalətli olmalıdır. Ali məktəblərə imtahanların birinci məsələsi başa çatıb. Üzr istəyirəm, mənim oğlum da o abituriyentlərin arasında olub və abituriyentlərin ən zəif nəticə göstərdiyi fənlər arasında riyaziyyat ilk sıradadır. Bəs nəyə görə bu fən insanlar arasında ən sevilməyən, fənlər arasında arzu olunmayan liderliyini qoruyub saxlayır? Çünki riyaziyyat dəqiqlik sevir, düzgünlük sevir. Cəmiyyətdə ədalət, dürüstlük, düzgünlük nə qədər yoxdursa, riyaziyyat sevilməyəcək. Riyaziyyat saxtakarlığı sevmir. Bu fən insanlara məsuliyyəti, ədaləti, sözü bütövlüyü, optimizmi, təmkini, disleksiyanı, natiqliyi və s. aşılayır. Beləliklə, riyaziyyatı sevmək üçün ədalətli, dürüst və el dilində desə, kəlləli olmaq lazımdır. Bütün fənlər gözəldir.
Hər bir fənnin öz funksiyası var. Aşılayıcı metodları var. Hər bir fən insan həyatında çox böyük rola malikdir, mühüm əhəmiyyət kəsb edir. Məsələn, tarix fənni dövrlərə görə dəyişir. Vaxtilə öpüb gözümüzə qoyduğumuz SSR tarixi indi nifrətlə yad edilir. Kimya fənni Mendeleyev cədvəlindəki sıralamalara görə indi ziddiyyət təşkil etdiyinə görə qalır belə. Coğrafiya fənni dövlətlərin əraziləri dəyişdikcə, relyef başqa forma aldıqca dəyişir. Çox fənləri sadalaya bilərəm. Amma riyaziyyatın 2 vur 2-si həmişə 4 edib. İstəyir 3 əsr bundan əvvəl də, 3 əsr sonra da. Bu belə olacaq. Riyaziyyatın 2 vur 2-si 4 edəcək. Bütün fənlərdə riyaziyyat tətbiq olunur. Fizikada da, tarixdə də, kimyada da, coğrafiyada da, hərb sahəsində də. Riyaziyyat fənni əslində özü bir fəlsəfədir. Məsələn, 2-nin kvadratı üstə gəl 3-ün kvadratı 13-ə bərabərdir. Amma 2 ilə 3-ün birlikdə kvadratları 25-ə bərabərdir. Bu da o deməkdir ki, tək-tək yox, birlikdə qiymətimiz daha yüksəkdir. Birlikdə daha güclüyük. Budur fəlsəfə. Riyaziyyat hüquqdur, ədalətdir. Teoremin isbatı 2 şərtlə verilir. Zəruri şərt və kafi şərt. Hər iki halda baxılsa da nəticə eyni olur. Yəni, riyaziyyatı mükəmməl bilən hakim, prokuror cinayətkarı qoyub heç vaxt əməkdar ədəbiyyat müəllimini səhvən həbs edə bilməz. Riyaziyyat elə İslam dininə də çox bağlıdır. Bütün isbatların sonu, riyazi isbatların sonu sıfıra bərabərdir. Yəni insan bu dünyada qazandığı nə varsa, yaşaması, ömrü, sonu heçə, sıfıra bərabərdir. Ölümdür. Ancaq yaddaşlarda yaxşı əməllər qalır o əməllər kimi. Riyaziyyatın dinlə bağlı olmasına daha bir sübut deyim. Riyaziyyat insanı kəsrə bərabər edir, bənzədir. Kəsrin surətində yaxşı əməllər, məxrəcində isə pis əməllər durur. Əgər kəsrin surəti, yəni insanın yaxşı əməlləri çox olarsa, kəsrin, yəni insanın dəyəri artır. Yox, insan kəsrinin məxrəci, yəni pis əməllər artarsa, o insanın dəyəri, qiyməti azalar. Dürüstlük, dəqiqlik olmayan yerdə riyaziyyat və riyaziyyatçılara yer yoxdur. Bir zavod direktoru özünə bir mühasib axtarır, yəni bildiyimiz buxaltır. Ən tanınmış mühasiblərdən birini tapırlar. Direktor deyir, 2 vur 2 neçə edər? Mühasib gülüb deyir, əlbəttə 4 edər. Direktor deyir ki, qovun bu adamı, bundan mənə mühasib çıxmaz. Yenə bir tanınmış savadlı mühasib çağırırlar. O da eyni suala eyni cavab verir. Deyir ki, 2 vur 2 4 edər. Onu da qovurlar. Axırda kənd kolxozlarının birində mühasib köməkçi işləmiş birini tapırlar. Direktor deyir, a kişi 2 vur 2 neçə edər? Hiyləgər mühasib deyir, 2 vur 2-nin cavabı direktorumuzun istəyindən asılıdır. Direktor istəsə 5 də edər, istəməsə 4 də edər, əmr etsə lap 6 da edər. Və bu mühasibi işə götürürlər. Bugün riyaziyyatı sevməməyimiz dürüstlükdən, dəqiqlikdən uzaq olmağımızla bağlıdır. Tənbəllər, əqidəsizlər, həyatda heç bir hədəfi olmayanlar riyaziyyatdan uzaqdır. Riyaziyyatçılara Nobel mükafatı verilmir. Çünki Nobelin həyat yoldaşı riyaziyyatçı olub. Və Nobel həyat yoldaşından o qədər qorxub və o qədər bezib ki, onun şərəfinə yalnız riyaziyyatçılara bu mükafatı verməməyi məsləhət edib. Keçmiş Mir Hacıbalı Abutalıbov da, keçmiş Təhsil Naziri Misir Mərdanov da, keçmiş Xarici İşlər Naziri Tofiq Qasımov da, digər saymaqla bitməz. Mərhum xalq artistimiz Həsən Məmmədov da, mərhum KVN ulduzu Anar Məmmədxanlı da və s. İlaxır riyaziyyatçı olublar. Milli Məclisdə də kifayət qədər riyaziyyatçı deputatlarımız var. Bu arada riyaziyyatı sevin. Amma
Riyaziyyatçı olmağa tələsməyin. Nə vaxt cəmiyyətimizdə haqq, ədalət, dürüstlük bərpa olar, onda riyaziyyatçı olarsınız. Bu həftəlik bu qədər. Gələn həftə ölməsəm, sağ qalsam, yenə sizlə görüşəcəm. Kanalımızı izləmədə qalın. Hələlik, Tanrı sizləri qorusun.